Ha fikir ver. Qardaş, mən bura qonaq qismində gəlmişəm. Amma heyfdir da, bu boyda çəkilən xərc, bu boyda ağaçların əkilməyi, nə bilim, nə bloger deyiləm, nə müxbir deyiləm, amma belə sadəcə olaraq bir adi vətəndaş kimi adamın ürəyi ağrıyır. Bura baxanda, bu boyda insafsızlıq olar. Qardaş, bu boyda ağaçlar hamısı quruyub gedibdir. Niyə baxmır? Nə üçün qoyulub bu icra nümayəndəsi? Bu yaşlılaşdırma hara baxır? Vallahi, nə deyim? Allah bunlara insaf versin. Hə, bu nədir, bu nədir? Hə, qardaş, bir dənə yaşlı ağaç qalmayıb. Hamısı quruyub gedir. Sadəcə olaraq gedirsən ki, kabinetində oturub, heç bir işinə məşğul deyirlər. Olar mı? İnsaf da dünün yarısıdır. Atalar deyib, qardaş, bütün parklarda, bütün qəsəbənin arasında bütün ağaçlar bu gündədir, qardaş. Bunu heç nə ilə ölçü götürüləşdirir. Bax, hər iki tərəf, bax, fikir verirsiniz. Hamısı ağaçlar quruyub gedir. Niyə? Bax, səbəb nədir? Əgər bunu qurudurdularsa, nəyə görə əkiblər, nəyə görə, bax, səbəb nə idi, niyə xərc çəkirdilər? O xərcə, o tikdikləri evin o keyfiyyətini nəzərə alardılar. Heç olmasa evlər tikilərdilər. Nə bilim, vallahi, yenə bir paylaşacağım, görək bir insafa gəlirlərmi, yoxsa elə belə məhv olub gedəsidir. Bax, fikir verin, qəsəbənin hər tərəfində ağaçlar hamısı quruyub gedir. Hara baxır bunun icra nümayəndəsi, hara baxır bunun yaşıllaşdırması, niyə buna nəyəcəb xərc çəkirlər, niyə, günahı nə idi o, büdcədən çıxan pulun günahı nə idi, nə səbəbə, hansı səbəbə? Valla səbəbini biz də bilmirik. İnşallah Ağdam rayon icra hakimiyyət biraz insafa gələr, nə bilim, nəzarət artırar, işçi qüvvəsini artırar və belə iş olar. Bu vəziyyətdə fikir verin. Bu gözəlliyi hamısı məhv edirlər, gedir.